Dostlar, hamınızı salamlar. Mən Qalbım Güzel Birlikdə Qarabağın yeni bölümü ilə qaldığımız yerdən təzədən davam edirik. Gördüyünüz kimi axırıncı dəfə burada qalmışdıq. Transfer eləmişdik. Bilən video çox gecikdi, amma atacağım. Bu arada çöldə video çəkirəm. Maşının zadı səsi gəlsə, yəni çalışdığım qədər səsimi çox çıxartacağam. Siz yavaşla başlayaq. Opsi bölümdə belə buraxmışdıq. İndi sezonu bitirəcəyik. Şampiyonlar Ligi'nin 35-ci tamamladı. Çok pis oldu aslında. Deyirəm bəlkə Korfinansa gidiyor, oradan şey eləyək. Kosta Qarabağ düşmür Korfinansa. Ya şeye çıxır, ya Şampiyonlar Ligi'ne, ya şey, bir də neydi onun? Avrupa Ligi'ne. Hə, ikisindən birinə. Juninho 2 gollə Neftçini tutduq dərbi. Trantovza qarşı. biri qəşəng. 1-0. Sabahla qarşı tez birdən keçək qıralığı. Çünki Şampiyonlar Ligi zad lazımdır bizə. Oynanır bizə Şampiyonlar Ligi zadda. Sungayı tutsaq deyəsən şampiyonluq dostlar. Bəli, şampiyonluq. Gördüyünüz kimi ligdə də şampiyon olduq. Şampiyonlar Ligi ilə Avrupa Ligi'nin Korfinansı da göstərib dostlar, ekran kaydını söndürüb təzə açıb sezon bitsin şey eləyəcəm. Dostlar, bu arada sizin də istədiyiniz oyuncular varsa yoruma yazın, oxuyuram bütün yorumları. Dediyiniz oyuncuları alacağım. Yorumlara yəni yazın, bütün yorumları oxuyuram. Dostlar, Şampiyonlar Ligi'nin zadını göstərəmədim. Tez keçdi, əlim dəydi, bilmədim, baxmırdım elə. Keçdi oran birdən. Amma deyəsən görəmədim. Balon da alıb, balon durdu. Sonra yaddaşa vuraq. Və başlayaq. Başqa komandalar istəyir, amma girməyəcəm. Qarabağdır bizim əsas heyətimiz. Çox oyuncumuz əməkli olub. Kadronun sonu alıb elədi. Kadrodan bir iki adam satıb dostlar, transferləri göstərib təzən devam. Oyuncumuz üçün dostlar Inter təklif göndərib. 5.2 qəbul eləmədim çünki lazımdır, gəlişir bir də bu adam. Baxıb birə transfer eləyə bilir. Dostlar, CB götürəcəm 67 üstü çünki çox zəif defans, yəni bildiyiniz. Burada uygun fiyata yoxdur. Pulumuz da inanılmaz azdır dostlar. Heç bir oyuncunun çoxuna tərif gəlmir. Buradan tapdım. 35 yaşı var. Qoca adam olsun, bizə yaxşı əmək sağlaya bilən lazımdır. Brighton'dan götürdük bu oyuncunu. Dostlar, Kevin Medina'nı satacağım. Çünki qocalıb, əməkli olacaq böyük ihtimal. Getdi öz ölkəsinə. Dostlar, Ukraynalını da satacağım. Alexey Kaşuk idi deyəsəm bu. Hə, o idi. Sataq. Bizə pul lazımdır. Necə keyif aldı. İndi bu amı götürək də bir görək nə ilə pulumuz çatır. Çox az, pul çox az, xəttindən artıq. Hə, bu arada dostlar, bizim şeylərimizdə var daxil çərəyimiz. Birinci olanda 15 milyon götürüb. Olsa burada 15 milyon yoxdur, 21 milyon götürəcəm məcburən. O da məcburən, dediyim kimi. İkinci olanda 5 milyon, üçüncü olanda 3 milyon götürürdük. Videolarda deyəsən onu demişdim, yoxsa yox. Demişdim, hər bir kariyerdə onu eləyirik. Buradan 23 milyona biz kimi götürə bilərik? Buradan ən uygunu budur, Inter'də oynayır. Götürdük. Bu yay bizə xeyir versədir. Bu oyuncuları satacağım, olsa heç bir xeyir vermirlər. Ən uzağı 74'ə zəng gəlişirlər, oradan sonra heç nədir. Satdıq. Hamısını da bizim liqadan aldılar. İndi bizim bir də yenə almalıyıq 72 üstü. Çünki hücuma dediyim kimi çox yönəlik verirəm. Çünki hücum olsa müdafiə işin olmaz. Səhv eləyərsən.
Əslində o da anca səhv eləməyəcəklər ki. Uyğuna kimlər var burada? Burada 78'lik var idi. Leverkusen'de oynayır. Leven de sattı. Transfer eləyim gələm. Dostlar, sonralarda bu oyun üçün qatma fikrim var heyətə. Kamazda nə qədər bir verir, bir ağdandı. Bunu da qatdıqca bu deyəsən gəlişirdi deyəsən hə. Son olaraq dostlar kadrom halları belədir. Son olaraq şeylər də verək. Keçdimi? Kaptanlıq sarısın zadın. Ayda mən niyə keçirəm? Hə. Götürür o şeydə kaplanlığı da. Götürmür. Buradan da verək. Leandro getirsin. Bunlara ayarım gəldi. Bunu da buna verdi. Fisyo dostlar. Son halı belə idi. C1'dən baş start götürəcəyik. Səsim gəlir, gəlmir bilmirəm. Çalışdığım qədər möhkəm bağırıram. 3-0 Trantovza qarşı. Təzə aldıq daha. Nə? Arxasına düşmüşsən. Atletico Bilbao. Təzə aldıq hələ biz oyuncusu. Korfinansa düşəcək bəlkə də yaxşıdır. Və başladı dostlar Şampiyonlar Ligi. Buralığı əlbəttə rahat keçəcək çünki bunlar çox zəif olur. Stoperimizdə hələ də Olavio Juninho var. Güclüdür. Keçdik. Sıradakı rəqibimiz Liga keçdikcə dostlar çətinləşir rəqiblər. Bunu da düz 3-1 keçdik. Lig başladı. Lig də bu yandan bizim üçün önəmlidir. Çünki oradan da birinci olanda pul götürürük. Və üçüncü. Buradan takım enerji basaq. Bu komanda bizi istəyirdi, sezon sonunda getmədi. Görək Qarabağ nə qaracaq. Getməməyimizə dəyəcək. Bəli, dəydi. Tutduq. Qəbəliyə qarşı. Juninho. Və bir də kim idi qol vuran görənmədim. Səfər maçındadır cavab oyunu da 2-1'lik. Bunu tutsaq Avrupaya düşəcək. Yox. Udursaq dedim səhvliklə. Sıradakı maçımız. Ekran kaydı neçə dəqiqə? 7 dəqiqə işləmiz. Bərabərə qaldıq. Sürüyə baxıb alıb birinciliyi üzrə. Sezon sonunda verməliyik məncə hazırlıq. Bu nədir? Onca bərabərə bitir. Galatasaray da var. Yankozla bərabərə bitir. O Kadin komandası. Boş komandadır mənim. Çok boşdur. Ama hər Avrupa ligində özünü atmağa bacarır. 18'dən aşağı təzə ligdə. Təzə Şampiyonlar Ligində. Və böyük ehtimal uduzduq və düşdük Avrupaya. Bəli. Düşdük Avrupaya. Korfinansa düşənmədik yenə. Gördüyünüz kimi. Görək rəqiblərimiz kim olacaq. Juninho. Kim idi? Opsiyonu oxuyamadım. Birinci Zirəyə qarşı. Bunlar hadi komanda. Juninho'yu göstər də. Birinci. Və sıradakı maç. Qırmızı kart niyə görürsünüz? Gol olsun da. Qırmızı niyə görürsünüz? Gol uğramırsa heç olmasa qırmızı görmədə. Bütün belə şeylərə səbəb oluram mən. Avrupa Liginə də heç olmasa onun qırmızısı tarsa yaxşıdır. Sungayta da uduzuq. Komanda yox o şeyini itirib əvvəlki. Gücünü itirib. Sabahdır. Juninho olmasa biz bütün maçları bərabərə. Aha Avrupa Liga maç. Twente, Azakmar, Benfica, Olimpia Lyon, Lazio. Komanda adını bilmirəm. Bir də Braga, qəşəng Braga. Görək kimlər var Avrupa Ligində. Fenerbahçe var. Beşiktaş var, Trabzonspor var. Türklərin takımını sayıram bu arada dostlar. Və belə.
Qırmızı kart bitib, yaxşı. Birazdan tarıb. İlk maçımız dostlar Twente-dir, ev oyunumuzdur. Twente-nin sizə kadrosunu göstəreyim. Evlə güclü deyirlər. Bizlə eyni yıldızdılar. Amma çağır üstündə Twente daha güclüdür məncə. Və bərabərə qəşəng. Bir xal önəmlidir Twente-dən bizə. Bir xal qoparda bildik. Yəni Qəbələyə qarşı. Qəbələyə uduzmada. Sağ ol, Juninho da bizi xilas eləyir. Qol vurması takım yox vəziyyətdədir. Canlanın da ligdə biraz canlanın. 4-0 dava belə anca. Turana qarşı kubok maçı. Turantovza qarşı 2-1. Juninho'da. Zaval oyunu 4-5-0 qəşəng. İndi Azərbaycana qarşı səfər maçı. 19.478 stadion tutumları var. Düzdür, zəif görsənirlər yıldızda bizdən. Yoxsa elədir. 2-2 qəşəng buradan da bir xal var. Bunlar önəmlidir. Bir xallar önəmlidir bizim üçün. İlk 22'də qəşəng. İlk 36'da bizi istəyən komanda idi sezon sonunda. Sabah ilə qarşı və bərabərə bitdi. Oo, neydi bunun adı? Yadımdan çıxdı. Neydi adı? Neydi axı? Kərəm Aktürkoğlu da oynayırdı burada Orkun Köksü ilə. Benfica idi, neydi? Hə, Benfica idi deyəsən. Hər nəysə, nə oynadı? Ev oyunu. Qəşəng. Kağız üstündə bizlə eynidilər yıldızda. Amma düzdür, belə daha güclüdürlər. Ola bunlardan da bir xal qəşəng Qarabağ. 3 xal topladıq rəqiblərimizdən. Hol oldu Qarabağ. Manchester United saxladı. Çətin olacaq Avropa Ligi. Çox çətin. Aha, oyuncumuz istəyi var. Juninho'ya. Sataq dostlar. Çox qəşəng qiymət verirlər özü. Dostlar gözlüyün baxım gəlirəm. Dostlar məndən onda çatmıyor. Çünki baxdım oyunculara hamısı ilə 5 milyon, 6 milyondur. Bu da Juninho'nu az görüb gəlib istək verib. Yox deyəcəm direkt. Çünki çox az veriblər. Ha, çox az. Neftiyə qarşı bərabərə. Zirə. Zirə qəşəng açılışıb sezona. İkinci idilər deyəsən. Yox, 4-cülüyə qalxıblar. Olimpiya Leon ev oyunumuz. Belə komandaları evdə qəbul eləməyimiz yaxşıdır bizə. Çünki böyük komandalardır. Hadi Qarabağ, hadi Qarabağ. Bunlardan da bir xal. Yoxsa 3 xal dostlar. Sağ ol da Qarabağ. 16 deyik, 3 xal birbaşa. Hələ qabaqda 4 oyun var dostlar, siz fikirləşin. 4 oyunu hələ görün Qarabağına ağarlar. Sağ ol Qarabağı, sağ ol Qarabağı. Juninho da ligdə coşdurur, ikincidir. Amma birinciliyi alar böyük ihtimal. Lazio'ya qarşı səfər maçı. 73 milyon stadion. Neydi o? Orada Şazar keçlərin listəsinə basın. Oyuncular da təsir eləyər. Bir xal ya 3 xal. 0 xal gördü. Olsun. İlk yenilgimizi aldıq ligdə. Olacaq belə şeylər. Çox ağır rəqiblər gəlmişdi özə bizə. Avrupa'da. 5-0 Sungay'da. Komand düzü o şeyin tutub, o temposunu tutub. Qəşəng devam eləyir. Kubok maçında 2-0 Araz Naxçıvana. Araz Naxçıvanın öz legosunu getmirlər. Nəsə təzə legosunu, köhnə legosunu veriblər. Maraq düşürdür. Sabah ilə qarşı o Juninho da vurub 90'da. Qəşəng. Neftçi istəyir, Neftçi ilə zirə girməyəcəm. Oba, все, bizi istəyən komandaya qarşı. Bunları biz Şampiyonlar Ligi'ni eləmişdik, gəliblər Avropa Ligi'ne. Hadi uşaqlar, hadi Şampiyonlar Ligi'ndə keçmişdik biz bunları.
Eyf. Oy da 25-50-ci ilə yerdədir. Heç yaxşı olmadı bu komanda için. Bunu da oynayaq dostlar. Bölümü burada bitirəcəm Qəbələyə qarşı. Uduzduq. Olacaq belə şeylər. Son olaraq sizə Şampiyonlar Liqini göstərim. 25-ci. Hələ ki, bəlkə indi ev oyunumuz var. Qalibiyyət çıxartdıq. Dostlar, bilmirəm neçənci bölümdür. Gələn bölümdə görüşmək üzrə. Sağ olun, salamat qalın.